Sumqayıt sakinlərinə içməli su ilə bağlı şad xəbər var. Sumqayıtda insanlar içməli suyu hardan alır? Kimisi marketdən alır, kimisi qaynadıb içir, bəziləri də evə filtr quraşdırmağı seçir. Sevindirici xəbər odur ki, 18 ildir fəaliyyət göstərən Azfiltr nəhayət Sumqayıta da gəlib çıxdı. Digər şad xəbər odur ki, açılışla əlaqədar filtr avadanlıqları endirimə düşüb. Estoniya brendi də Aquafor, Azərbaycanda da Azfiltr rəsmi nümayəndəsidir və burada da onların məhsulları var. Bax, bunun qiyməti 600 manatdır, 30% endirimlə 429 manata düşüb. Çəni özünə bitişikdir, kompakt modeldir. Yəni mətbəxdə çox yer tutmur. Yeri gəlmişkən ən çox satılan məhsuldur bax bu. Və bunların smart modeli var burada. Üzərində belə smart ekran var. 1200 manatdır, bu da 30% endirimə düşüb. Bax, Türkiyə istehsalı olan bu məhsul da 30% endirimlə 400-dən 279-a düşüb. Evin əsas su giriş xəttinə quraşdırılır. Çöldən gələn suyu yumşaldır. Fikir verin, burada bunun sxemini də quraşdırıblar. Yəni magistral filtr və yumşaldıcı cihazın quraşdırılması kombi paltar yuyandı, qab yuyandı, ümumiyyətlə su ilə qidalanan məişət texnikasının ömrünü uzadır. Burada quraşdırılan su filtrlərinin ehtiyat hissələri də satılır. Və bu Estoniyadır, bu Belçikadır və bu da Amerika məhsuludur. Məhsullarına 1 il zəmanət verirlər. Azfiltr Sumqayıtda Heydər Əliyev prospekti 154A ünvanında 19-cu məhəllədə yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.